Bir neçə gün bundan öncə Cəlilabad rayonunun Maşlıq kənd sakini Alışanov Nizami tərəfindən kanalımıza yolların bərbad olması ilə bağlı video göndərilmişdi. Vətəndaş bələdiyyəni qınayaraq vəzifəsinin öhdəsindən gəlmədiyini bildirirdi. Qarşı tərəf isə məlumatı əsassız adlandırıb, sözgedən yola 12 maşın daş tökülərək problemin aradan qaldırıldığını söyləyirdi. Eyni zamanda video görüntü göndərərək kənd sakinlərinin bələdiyyənin işindən razı qaldığını qeyd edirdi. Nizami Alışanov yenidən video göndərərək Muğan kənd bələdiyyəsini yalan məlumat verməkdə günahlandırdı. Baxın, söz gedən yol buradır. Deyir, su maşının içinə girirdi. Ondan da bir dəqiqə pisdir hal-hazırda bura. Su maşının içinə heç buradan keçmək olmur. Baxın. Su quruyub. Bu böğürlərdən getmək olmurdu, mümkün deyildi. İndi su quruyub, 60% suyun quruyub. O söz gedən transformatorda budur, baxın. Deyirlər, bələdiyyə kənd transformator. Xeyr, heç nə qoymuyor. Bunu kənd cəmaatının hesabına qoyulub. Cənab prezidentimizin hesabına qoyulub. Bəli. Onu çıxmayın bələdiyyə kənd sovetinə. Reklam eləməyin. Amaliya xanım, sizdən xahiş edirəm, bu fake hesablarınızı da yığışdırın. Qohum əqrəbələrinizi yığışdırın, az hücum eləsin mənim profilimə. Cənub küləyi, heç sən narahat olma. Sənin şəkli böyütdürüb, mən küçədən vurduracam. Az kiminsə tırkasına get. Səni mən özüm də tanıyıram, vacibi tanıyıram. Heç narahat olmayın. Heç kimə də şər atmır, böhtan deyir. Vaxtı budur yol. Gəlin baxın. Şübhəsi olan gəlsin baxsın. Baxın, 12 maşın daş tökülən yola baxın. Baxın, öz qiymət verin. Xahiş eləyirəm, gəlin, dövlət qurumları yoxlayın. Kim yalan deyir, onun nətər lazımdır. Yerində 30 gedin. Rafiq müəllim, sizdən xahiş eləyirəm. Sizin qəbulunuzda olmuşam. Siz gözəl insansınız. Sizin ətrafınızdakılar sizə yanlış məlumat verir. Amaliya xanım sizə yanlış məlumat verir. Cənab prezident, buradan sizə səslənirəm. Mənə köməklik edin. Mənə fake hesablarla hücum olunur. Hədə qorxu gəlirlər. Mən elə bilirəm, mənim həyatım təhlükədədir. Bunlar hər an nəsə istəsə eləyə bilərlər. Baxın, yola baxın. O bələdiyyə əməkdaşı kimdir sizə yanlış məlumat verir? Həmin bələdiyyə əməkdaşı gəlsin burada baxsın. Baxın, bizim kənd təsərrüfatçılar kəndidir. Baxın, zəhmətkeşlər kəndi. Yolun halına baxın. Baxın. 12 maşın daş tökülən yola baxın. Baxın. Uşaq keçə bilmir. Uşaq keçə bilmir yoldan. Baxın. Baxın, özünüz qiymət verin. Maşın gəlir hal-hazırda. Bax, hələ su 60% quruyub. And ol Allaha quruyub. Həmin o bələdiyyə əməkdaşı. Gəl özün bura qiymət ver də bu yola. Baxın. Fake hesablarla hücum eləyirlər. Sözün düzün deyirəm mən. Cəmaatı qorxuzurlar. Cəmaat heç yerə çıxa bilmir. Birini işdən. Baxın, maşına baxın. Cəmaatı qorxuzurlar. Birini işdən çıxardaram. Birin, nə bilim, oğlu xəstədir. Safadi ilə əsgər apazdıraram. Bəs sürün, yekək kişisiz. Amaliya xanım, yığışdır bu trolları. Sizdən xahiş eləyirəm. Mənə fake hesablarla hücum olunur. Yolun da vəziyyəti budur. Sözümü də axıra qədər deyəcəm. Mən buradan cənab prezidentə səslənirəm. Cənab prezident, mənə kömək edin. Son çarə olaraq sizə müraciət edirəm. Baxın, yoldan getmək olur. Baxın. Qeyd edək ki, Cəlilabad rayon icra hakimiyyəti məsələyə münasibət bildirərək yolların bələdiyyənin balansında olduğunu və kənd sakinlərindən yığılan vergi və rüsumlar hesabına təmir işlərini həyata keçirdiyini qeyd etdi. İcra hakimiyyətindən verilən məlumatda o da bildirildir ki, növbəti mərhələdə video materialda qeyd edilən küçəyə çınqıl tökülərək təmir işləri nəzərdə tutulur.